Salam əziz müəllimlər və abituriyentlər. Yanvar ayının 15-də WhatsApp üzərində qruplarımız açılacaq. Hansı ki, onlayn dərslərimizə qoşula bilməyən abituriyentlər və müəllimlər üçün. Yəni, kimlər istəsə buyurub əlaqə saxlaya bilir. Əlaqə nömrəsi 051 455 41 67. WhatsApp üzərində əlaqə saxlasınlar. Ətraflı məlumat veriləcək. Deməli, bu qrupumuza nələr daxildir? 2 qrupumuzda iştirak edə biləcəksiniz. Qrupumuzun biri dərs qrupu, digəri isə sınaq qrupudur. Sınaq qrupunda mövzu üzrə sınaqlar paylaşılacaq. Siz özünüzü işləyib özünüzü yoxlayacaqsınız. Hər sınağın izahı göndəriləcək təbii ki. Yəni, onlayn dərslərə qoşula bilməyən müəllimlər məsələn müraciət eləyir, amma onlayn qoşula bilmir dərslərə, ancaq məsəl üçün istəyir ki, test izahlarını, materialları əldə edib oxuya bilsin də. Yəni, bunun üçün müraciət eləyə bilərsiniz, eləcə də abituriyentlərimiz. Yəni, kimlər istəsə əlaqə saxlayıb yazıla bilər, qeydiyyatdan keçə bilərlər. İnşallah ilk günümüz yanvar ayının 15-dədir. Dərslər həftədə 3 dəfə göndərilir WhatsApp qrupuna. Yəni, sizin üçün qrup yaradılır. Qrupda gördüyünüz kimi, burada qeyd elədiyim kimi, kimya test toplusu, hədəf, güvən, Vüqar Zeynalov, model suallar. Yəni, qrup 2 dənə olacaq. Biri sınaq qrupudur, biri dərs qrupu. Dərs qrupunda sizə həftədə 3 dəfə dərslər veriləcək. Siz onları oxuyacaqsınız, işləyəcəksiniz. Sonra sizə izahları göndəriləcək və siz oradan hər sualınızın səhvinə asanlıqla baxa biləcəksiniz. Sınaq qrupunda isə keçdiyiniz o mövzuları, sınaqlar göndəriləcək və siz özünüzü yoxlayıb təkmilləşdirəcəksiniz, səhvlərinizi biləcəksiniz. Həm də özünüzü yoxlayacaqsınız ki, o bölmələri nə dərəcədə mənimsəmisiniz. Əlbəttə, hər keçilən mövzunun materialı ilə təmin olunacaqsınız. YouTube üzərində mənim dərs izahlarımı görmüsünüz. Yəni, onların materiallarını da qrupda paylaşacağım. Hər bölməni keçdikcə materiallar sizə göndəriləcək. Materialları çıxardıb rahat şəkildə evdə oxuya bilərsiniz. Buyurun, kimlər istəsə əlaqə saxlayıb qeydiyyatdan keçə bilər. İlk dərsimiz yanvar ayının 15-də başlayacaq, həftədə 3 dəfə olmaqla. Amma yenə deyirəm, dərslər WhatsApp üzərində olacaq da. Yəni, bu qrup niyə açılır? Bu qrup, məsələn, onlayn dərsdə iştirak edə bilməyən abituriyent və müəllimlər üçündür.